borc bilirəm özünə qeyd edeyim ki, Allah bizim xalqımıza böyük nemət verib. Ki, biz Əhl-i Beyti sevirik. Mən xalqımı çox istəyirəm. Həqiqətən də bu millət sevilməyə layiq millətdir. Ona görə ki, mən fikirləşdim ki, bu fəzilətlər ki, bizim xalqımızda var. Adam gedir də biraz başqa ölkələri də gəzir, görürsən ki, bizim xalqın gözəl xüsusiyyətləri var ki, çox az xalqlarda var. Mən onu araşdırdım öz-özümə. Məncə bu Əhl-i Beyt məhəbbətinin nəticəsi. Bizim xalqımız qəribə bir xalqdır. Məzhəbindən asılı olmayaraq hamısı İmam Hüseynin əzadarı. Azərbaycanda tarixən Aşura günü də məzhəb fərqi olmayıb. Aşura günü bütün məzhəblərdən olan müsəlmanlar İmam Hüseyin əzası. Bu yeganə bəlkə dünyada unikal bir dövlətdir, xalqdır. Ki İmam Hüseynin adı gələndə məzhəb yaddan çıxıb. Bunun nümunəsini biz yaratmışıq. İndi xarab eləməsələr. Amma bizim xalqın, millətin hansı məzhəbdən olmasından asılı olmayaraq İmam Hüseyin bizim üçün ortaq dəyər olur. Bir millət ki, 1000 illərdir bir ailəyə gözyaşı tökür, o böyük millət. Bir ailənin qəmini gətirib şəxsi qəm eləyib, Peyğəmbər ailəsinin qəmini, Hüseynin balalarının qəmini gətirib öz şəxsi qəminə, şəxsi matəminə çeviribsə, o böyük millətdir. 40 gün, 60 gün Məhərrəm səfər ayını bu xalq şadlığı özünə haram eləyib Peyğəmbərin ailəsinə görə. Bu böyük millətdir. Bu gör nə qədər fədakar millətdir, egoist millət deyil. Kimi üçünsə fədakarlığı bacaran bir millətdir. Doğrudan da 3 yaşlı uşağa ağlayan millət doğrudan da ağlaya bilirsə, mənasını başa düşərək matəm saxlayırsa, o millət cinayət eləməz. Doğrudan da başa düşərək əzadarlıq edirsən. 3 yaşlı uşağın, 6 aylıq uşağın öldürülməsinə gözyaşı tökən insanın və millətin, cəmiyyətin ürəyində mərhəmət yaranar. Bu böyük dəyərdir. Vallah böyük bir dəyərdir ki, Allah bizim xalqa bunu verib. Məkkəyə gedirsən, Mədinəyə gedirsən, İmam Həsən Mədinədə doğulub. Peyğəmbərin şəhəridir Mədinə. Orada bu günlərdə il ərzində ən çox toy elədikləri günlər Məhərrəmin 1-dən 10-una qədər. Onların vətənidir. Onların qəbrinin vəziyyətinə bax. Azərbaycanda bir seyid dünyadan köçür ki, neçənci babası gedir Peyğəmbərə, sıxır cəmaət qəbrini ziyarətgah eləyir, başına dolanır. Vəsaitindən xərcləyir. Bu böyük bir dəyərdir bir millətdir. Fəzilətli insanlara sayğı bir millətin fəzilət sahibi olmasının müqəddiməsidir. Bu böyük bir neymətdir. Bizim ətimizə, qanımıza qarışıb bu məhəbbət. Xəmirimiz Əhl-i Beyt məhəbbəti ilə yoğrulur. Mən bugün sizin üçün bir neçə şey yazmışam. Baxdım klassiklərimizin əsərinə. İstəyirəm bu yazılsın, qalsın. O kəslər ki, deyir, Məhərrəm, bu məzhəb bizə qıraqdan gəlib. Görsünlər ki, biz dünyaya bu məzhəbi tanıtdırmışıq. Bu məzhəbi dünyaya tanıtdıran xalq Əhl-i Beyt məhəbbətini ən çox yaşadan millətlərdən biri bizik. Bizə bu kənardan gəlməyib. Əvvəldən bizim ürəyimizdə bu məhəbbət olur. Klassiklərimizin əsərinə baxın bir-bir. Füzulidən tutmuş Əliyağa Vahidə qədər. Mərsiyə bir bölmədir bizim ədəbiyyatda. Mərsiyə ədəbiyyatımız var. Mən yazmışam bir neçəsini, icazə versiniz oxuyum bu gecə sizlər üçün. Öz şairlərimizin İmam Hüseyni vəsf eləməsi. Füzuli deyir, Mah-i Mühərrəm oldu, müsərrət həram edir. Matəm bugün şəriətə bir ehtiram edir. Deyir, Məhərrəm ay gəldisə, şadlıq haramdır. Bugün matəm saxlamaq dinə ehtiramdır, hörmətdir, dinə, şəriətə hörmətdir. Hər zərrə əşk kim tökülür zikri al ilə, səyyare-i sipəhri uluvi məqamidir. Deyir, bir damcı yaş da tökülürsə Əhl-i Beytin müsibətində, insanı ən uza zirvələrə qaldırır, ən uza məqamlara qaldırır. Hər məddi ah kim çəkilir Əhl-i Beyt üçün,
miftah-ı rövze-i dər-i dar-ı salam edir. Deyir, hər adam ki ah çəkir, Əhl-i Beytin qəmində. Cənnət qapısının asarı bu ahdır. Bunu Füzuli deyir. Cənnətə girmək üçün asardır bu insanların çəkdiyi ah. Abbas Qulu Ağa Başxanov, Qudsi ləqəbi ilə mərsiyələr yazır. Kərbəla saxla gilən, nəşi Əli Əkbərimi, verirəm çünki əmanət sənə gül peykərimi. Vasıl müəllim danışırdı bir dəfə, dövlət televiziyasından özüm eşitdim. Şəxsən qulaq asırdım. Dedi, Abbas Qulu Ağa qızının, Abbas Qulu Ağa Başxanovun bir qızı vardı, tarixdə var. Xanımın adı Tuğra xanımdır. Bir iki beyt şeir, bilmirəm, çox yazıb, az yazıb, yadigar qalıb ondan. İki misra. Deyir, Tuğra xanımam, hər iki dünyada əzizəm, Abbas Qulu Ağa qızı Zəhraya kənizəm. Bütün millətin dahiləri, böyükləri özlərinin Əhl-i Beyt qapısının nökəri hesab ediblər və buna iftixar ediblər. Seyyid Əzmi Şirvani. Hərsən daşıb seyyidi biçara günahın, təsir eləyib cümlə hamı xalq günahın. Deyir, düzdür sənin günahın çoxdur, Seyyid Əzmi özünə deyir. Düzdür, günah çox eləmirsən və günahın ahından cəmaat da təsirlənib. Amma qorxma, xof eyləmə, məhşər günü axırda pənahın, bir kimsənə qeyrəz, şəh-i gülgün kəfən olmaz. Deyir, darıxma, narahat olma, amma qiyamətdə sən sənə şəfaət eləyər. Ümidim bunadır. Ümidim bunadır ki, günahım çox olsa da İmam Hüseyn əlimdən tutar. Mirzə Ələkbər Sabir, baxdı üçün Əkbərinin nizədə Leyla üzünə, gördü zülfü tökülüb, sünşəbi Yelda üzünə. Dedilər, kimdir bu övrət, bizi nalan eləyən? Yoxsa Leyladır bu məzmun kimi əfqan eləyən? Səni ey tazə cavan, qanına qəltan eləyən, necə məhşərdə baxar Həzrəti Zəhra üzünə? Sabira, hər il əza saxla Əli Əkbərəsən. Kərbəlada gedib ağla o şəhid davarəsən. Gəl qiyamətdə bu cəm ilə səfi məhşərəsən. Qalma iki dünyada o mövla üzünə. Bu da Mirzə Ələkbər Sabirin. Xurşudbanı Natavan, söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə dərd bəlaya gəlməsin. Özünə müraciət edir. Deyir, Fatimənin kənizi bu, qissəni eyləkin tamam. Özünə deyir, ey Fatimənin kənizi, bu mərsiyəni qutar. Fatimənin kənizi bu, qissəni eyləkin tamam. Bir-birə dəydi mərd-ü zən, şura gəlibdi xasam. Deyir, damadda hal qalmadı bunu eşitməyə, bu mərsiyəni. Axırda nə deyir? Deyir, nohə edər bu natəvan, ruz-u şəb ağlayar müdam, tapmasa bir dəri nizat, dar-ı bəqaya gəlməsin. Deyir, gecə gündüz nohə oxuyub ağlayaram, çünki bu gözyaşı olmasa qiyamətdə mənə nizat verən bir şey yoxdur, bir vasitə yoxdur. Aşura bizim milli dəyərimizdir. Aşura bizim milli kimliyimizin tərkib hissəsidir. Aşura bu millətdən ayrılmaz bir dəyərdir. Dünyanın harasında Azərbaycanlı yaşayırsa, Aşura günü yadına düşür ki, mən Azərbaycanlıyam. Gedir məscidə, əzadarlıq eləyir, mətbəxinə də istirayət eləyib, hədiy pişirirlər. Bütün mədəniyyətimizə teatr sənəti haqqında, tarix haqqında nəsə kitab yazırlarsa, şəbih bölməsi var, şəbih haqqında yazırlar. Bütün həyatımızın hər sahəsinə İmam Hüseyn məhəbbəti sirayət edir. Bu dəyərin qədrini bilək. Böyük bir əmanətdir, ata-babalar bizə verir. Bu məhəbbət xalqa fəzilətləri sevməyə xalqı təşviq eləyir. Ona görə bizim xalqımız fəzilətlidir. Ona görə dəyərli xalqıq biz. Ona görə biz
qəddarlıq bacarmırıq. Amma bu acizanə ağlamaqdır. Bu ağlamaq, bu gözyaşı izzət verir insana. Çünki bu qəhrəmanı sevməkdir. Aciz adamı sevmirik biz. Biz aciz adama ağlamırıq ki, kimsəsiz bir aciz adam olsun. Bizim ağalarımız, biz gözyaşı tökdüyümüz insanlar başlarının bədənindən ayrılmasına razı olurlar, amma zillətə razı olmayıblar. Bu acizlik gözyaşıdır deyə bir millət min ildir niyə ağlayır? Qəhrəman insanlara, fəzilətli insanlara axıdılan gözyaşıdır. Məşqələrimiz Aşura ziyarətinə məclisimizi başlayacaq. Sakit qulaq asanın, ardıyla gedənin, ömürlərin bərəkətli olmasına xatir, dualarının, ibadətlərin qəbul olmasına xatir və yaxında özlərdən ki, dünyasını dəyişənlərimiz və onların və ruhlarına şad olmasına xatir, Peyğəmbəri salavatla yad edir. Allahümme salli ala Muhammed və avli Muhammed. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة بالروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر بسم الله الرحمن الرحيم قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين صدق الله العلي العظيم وصدق وبلغ رسوله النبي المختار الكريم ونحن على ذلك من الشاهدين والشاكرين بقلب سليم والحمد لله رب العالمين آمين آمين يا رب العالمين ما قال محمد صلى الله عليه وآله وسلم أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صل عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد إلهي قد وليت علي وحسين الحسن ثم سجاد أسد نجوما بالعلم وإمام ابن إمامنا خلفان خير خلاف وبغاث بزد المغبزة لبا الحسن وسلم الله على زميل أشرف الأنبياء والمرسلين فالحمد سلام olsun sana ey alemler kadınları hanımat Asım'ın oğlu selam olsun sana. Ey Allah'ın intikamını alan ve ey Allah'ın intikamını alan oğlu. Ey o kəsli köməkçilərin hamısı şəhadətə yetti və sənin intikamını almaq üçün bir kəs qalmadı. Salam olsun sənə və o ruhlara ki,
Sənin qarşında təzim etdilər. Sizin hamınıza məndən Allahın salamı olsun. Nə qədər ki mən varam və gecə gündüz bərqərardır. Ey Əba Abdullah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür. Yanıqlıdır. Allah lənət etsin o ümmətə ki, siz əhl-i beytə qarşı bu zülmün və amansızlıqların əsasını qoydular. Allah sizin üçün müqəddəs etdiyi məqam və mənzilətdən məhrum etdilər, uzaq saldılar. Allah lənət etsin o ümmətə ki, sizi qətlə yetirdi. Allah lənət etsin o kəslərə ki, sizə qarşı müharibənin müqəddəməsini işləyib hazırladı. Onlara tabi olanlardan, dostlarından Allaha və sizə təbərri edirəm. Ey Əba Abdullah, həqiqətən mən qiyamətə kimi sizinlə sülh səfada olanlarla sülhdə, sizinlə müharibədə olanlarla müharibədə olacağam. Allah lənət etsin Ziyad övladlarına, Mərvan övladlarına. Allah lənət etsin Bəni Ümmiyənin hamısına. Allah lənət etsin Mərcanənin oğluna. Allah lənət etsin Ömər İbn Sədə. Allah lənət etsin Şimrə. Allah lənət etsin o adamlara ki, atlarını səninlə müharibə etmək üçün yəhərləyib, tilovlayıb, üzlərdən niqab saldılar. Müharibəyə ciddi hazırlaşdılar. Atam, anam sənə fəda olsun. Həqiqətən mənim sənə mahkəm saxlamağımın əcri və savabı çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin səbəbinə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm ki, Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin əhl-i beytdən olan qayıb imamın, İmam Zaman Aleyhisselamın önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, İmam Hüseyin Aleyhisselamın xatirinə məni dünya və ahirətdə öz yanında abırlı, həyalı, uzaq şanlı et. Ey Əba Abdullah, həqiqətən mən səninlə dostluq, bu zülümlərin əsasını qoyan və etdirənlərdən bezər olmaqla Allaha, onun Rəsuluna, Əmir əl-Möminə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm. Bana ki, sənin qarşında təzim etdilər. Bizdən sizə Allahın salamı olsun. Nə qədər ki, biz varıq və gecə gündüz bərqərardır. Allah'tan isteyirik ki sənin bu ziyaretin bizim son ziyaretimiz qərar verməsin. Salam olsun Hüseynə, Ali ibn Hüseynə, Hüseynin övladlarına, Hüseynin sahabələrinə, ilahi bizim lənətimizi Muhammed və Ali Muhammedin haqqını qəsb edərək, onlara zülm edən ilk zalıma məxsus edin. Əvvəldən ilk zalımdan başla, sonra ikinciyə, sonra üçüncüye lənəti, sonra dördüncüye lənəti, ilahi beşinci yerdə yedidə lənəti, Seydullah ibn Ziyada, Ərzanənin oğluna, Ömər ibn Sədə, Əbüsüyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına, qiyamət gününə kimi lənəti, ilahi sənə həmd sənə edirik, əhl-i beytin müsibətində iştirak edənlərin sənə şükür, sənə həmd etməsi kimi Allah'a və sənə həmd sənə edirik. Müsibətimizin böyüklüyünə görə ilahi İmam Hüseyin Əleyhisselamın şəfayəti bizlərə qismət edin. Bizi öz dərgahında Hüseyin Əleyhisselam və onun sahabələri ilə birlikdə əməli salih, uca məqamlı, həqiqət axtaran qədəmlərimizi sidq qədəmli, sabit qədəm elər. Belə sahabələr ki, öz ruhlarını, yaxud qəlblərini, pak qanlarını Hüseyin Əleyhisselama fəda etdilər. Əssalamu aleykum ya Əbu Abdullah.